Deməli, dedik ki, sadə indiki zaman hansı hərəkətlərdir? Sadə indiki zaman. Sadə indiki zaman hansı hərəkətlərdir? Daim təkrarlanan, adət halını almış, cədvəl, qrafik üzrə baş verən hərəkətlər. Sadə indiki zaman necə düzəlir? Üçüncü şəxsin təkində, yəni he-she, itdə feilin sonuna es artırmaqla, digər şəxslərdə feil başlanğıc formada, yəni to-nu atıram, feilin birinci formasında yazıram. Bəs indiki zamanın sualı, inkarı necə düzəlirdi? Do, does. Das hansı şəxslərdə idi? Yenə he-she, itdə, does, yerdə qalan şəxslərdə do olacaqdır. Bir də dedik, əgər şəxs əvəzliyi ilə ifadə olunmazsa, məsələn, my friend deyərsə, mübtədam təkdədirsə, yenə də feilin sonunda es olacaq. İki dəfə verirsə, my friend and my mother. İki nəfər. Yəni, əndlə bağlanarsa, bəli, əndlə bağlanarsa, cəmdə olarsa, mübtədamız. Yenə feili başlanğıc formada yazırıq. Sualında do keçəcək yönə, inkarında don't olacaqdır. Bəs does'la sual verib, doesn't-la inkar etdikdə nə baş verəcəkdir? Feil qayıdır başlanğıc formaya. Bəs ki, indiki zamanın zaman zərfləri hansılardır? Every'nin birləşmələri always, often, sometimes, usually. Bəs burada seldom. Bəs burada demişdik ki, 2 dənə zaman zərfimiz var ki, onlar keçmiş. Usually and always. Usually və always əslində indiki zaman zərflərdir, amma keçmişdən danışarkən, keçmişdə adətən deyiriksə, keçmişdə həmişə etdiyimiz hərəkətdən danışırıqsa, bu zaman keçmiş zamanda da always, usually işlədə bilərik. İndi baxaq görək səhvlərimizə. Bir də ki, if-lə when-lə bağlanması. If-lə when indiki zaman uzlaşması. İfdən əvvəl indiki, sonra indiki. Bəli. Deməli, deyirik ki, əgər cümlə if when-lə bağlanıbdırsa, indiki zaman uzlaşmaları belədir ki, ya hər iki tərəf indiki zaman olacaqdır, ya if when-dən sonraki tərəf indiki zaman, digər tərəf gələcək zaman olacaq. Bəli, if-dən when-dən sonra sadə zamanlar gələcəkdir. Ya sadə indiki zaman, ya sadə keçmiş zaman. Amma if when-dən sonra gələcək zaman gələ bilməz. Digər tərəflərdə ümumiyyətlə yadda saxlayın ki, əgər bağlayıcı ilə bağlanıbdırsa, mütləq şəkildə bizim tərəflərimiz uzlaşmaya getməlidir. Bir dənə uzlaşma nədə pozulur? Uzlaşma yox, bağlayıcıdan danışıram. Hansı bağlayıcı ilə bağlandıqda uzlaşma pozula bilir? Since olarsa, since üstə gəl keçmiş zaman, digər tərəf indiki bitmiş olur. Əgər mən cümlənin hər iki tərəfini başqa zamanlarda vermək istəyirəmsə, yəni mürəkkəb cümlənin tərəfləri zaman uzlaşması o halda pozular ki, hər iki tərəfin konkret zaman zərfi olsun. Məsələn, birinci tərəfdən zaman uzlaşması pozulmur. Afterdan sonra keçmiş bitmiş olur. Digərlərindən fərqlənməsi odur. Yerdə qalan after çıxmaqla digər bağlayıcılardan sonra yalnız sadə zamanlar gəlir. Amma after da tərsinədir. Keçmiş bitmiş, digər tərəf sadə keçmiş zamanda gəlir. Yəni ki, belə sadə yadımızda saxlayırıq ki, əgər bağlayıcı ilə bağlanıbdırsa, bir tərəf keçmişdirsə, digər tərəfdə keçmiş zamanın hansısa forması olacaqdır. Yəni, keçmiş zamanla uzlaşar, keçmiş bitmişlə, keçmiş davam edici, yaxud should would-la uzlaşar. Bir dənə yenə də deyirik ki, keçmiş uzlaşma pozulması indiki bitmişlə uzlaşa bilir. Bu da ki, since-lə bağlanarsa. İndi səhvlərimizi deyək görək sadə zamanda. 1-dən 19-a qədər deyin görüm.
5-də nə deyir? Every. Every 2 years. Every nə deməkdir? Hər every-nin birləşmələri hansı zaman olur? Sadə indiki zaman. İndiki zamanda necə düzəlir? Feilin sonuna ses artırmaqla ya da feili birinci formada saxlamaqla. Bu da mənim mübtədamdan asılıdır. I mübtədam. Şəxs əvəzliyində sadəcə dedim he, she, it olarsa feilin sonunda ses olardı. Bəli. Digərlərində feil başlanğıc formada qalır. B variantı. To-nu atırsam feil qalır başlanğıc formada. Dedik he, she, it-də feilin sonunda ses olur. Amma yerdə qalan bütün şəxslərdə feil başlanğıc formada qalır. Olacaqdır B variantı. 14. 14-də zaman zərfi ego görürəm. Ego nə deməkdir? Ego sadiq nə deməkdir? Əvvəllər, keçmişdə əvvəl, 2 days ago, 2 gün əvvəl, sadə keçmiş zaman. Bu da olacaqdır A variantı. Bu nədir? To be üstəgəl participle to'dur. Bu da passivin quruluşudur. Olsun, məchul növdür, amma keçmiş zamanı məchul növdür. Bəli, doğrudur. Was və üstəgəl participle to. Sonra 16. Aha, Pete. Üçüncü şəxsin təkidir. Bax, Pete, he. Üçüncü şəxsin təki indiki zamanda S olmalıdır. A gedir, C gedir. Digər tərəfdə yenə he gəlibdir. Feilin sonunda S istəyir. D variantında want gedir. E variantında want gedir. Qalır cavabım B variantı. Gördünüz mü? Pete speaks. He wants. İki tərəfdə bəli, and-la bağlanıbdır çünki. 18-də in the world. Baxıram elə mother, she. Əgər xəbəri xəbər uzlaşmasını tapmaq sizin üçün çətindirsə, onda çevirirsiniz onu şəxs əvəzliyinə. Ana, qadın cinsi she, biz demişik he, she, it tək xəbər istəyəcək. A variantında have yox has olmalıydı. D variantında is, B variantında will, C variantında da bakes, axırında is olmalıydı. Olur cavabım E variantı. Sonra 20. 20-də baxaq görək nədir? She yenə də üçüncü şəxsin təkidir. Do olmaz. A gedir, B gedir. Dazla sual vermişəmsə has yox, have çevrilməlidir. D qalır, E qalır. Biz də demişik ki, when'dir, what time'dır. When və what time. When, what time. Bunlardan sonra have, has üstəgəl participle to. Yəni indiki bitmiş zaman gələ bilməz. D variantı da gedir. Qalır cavabım E variantı. Oldu mu? 22. 21'də often. Often indiki zamandır. İndiki zaman B və C variantı qalır. Parents cəmdədir. Travel olacaq C variantı. Niyə bunu götürmür? Çünki sən valideynlərin cəmdədir axı. Mübtədam cəmdədir. Bizim mübtədamız yaxşı. Parents-i çevir şəxs əvəzliyinə. D olacaqdır. He, she, it-də feilin sonunda S olur. Qalır C variantı. İndi başa düşdün? Sonra 29. 26. Everyday indiki zaman. Chris üçüncü şəxsin təkidir. A variantı. Sonra 27. Yesterday keçmiş zaman. Was were D variantı. Niyə görə was were axtardıq? Çünki məhculdur. Eləmişəm onu cəmləndiribdir Chris'i. Yox, adım adı. Sonra 37. Tomorrow nə deməkdir? Gələcək zaman, sabah. Sabah gələcək zaman shall will C variantı. 38-də bu deyil ki. Next. Xeyr. Shall hansı şəxslərdə idi? Shall, be-də, bir də I-da idi. Qalır D variantı. Heç bu çıxarılmış deyəsən mən. 39-da ego keçmiş zaman. Başlanğıc forma demək. Mən willin ilkini atıram, başlanğıc forma qalırdı. Hə, əgər mən kökdən dəyişir, bəli. İndi ego keçmiş zaman, A və D heç variant arasında qala bilmirəm axı. Mosquito təkdədir, görsən E artiklı var. İndiki zamanda da D variantı, axırında S var. Deməli A variantı keçmiş zamandır. Yəni heç
variant yoxdur ki. Məsələn, byte olsaydı, hə, D variantında S olmasaydı, hardasa deyərdim ki, A ilə D-nin arasında qalırsansa, onda B variantında will ad, byte başlanğıc formadır. Deməli, A variantı keçmiş zaman olacaq. 42-də brother he, kişi cinsi, he-də nə olacaq? Does olar. 2 səhvdir. Does-la sual verirəmsə, feilin S-i düşməlidir. 3 düzdür, 5 düzdür. 4 də səhvdir. Did-lə sual verirəmsə, drank yox, drink olmalıydı. 4 də səhvdir. Qalır cavabım A variantı. Bəli, keçmiş zamanda necə düzəlirdi? Bir yadımıza salaq. Bəli, 2 yolla düzəlirdi. Qaydalıdırsa feilin sonuna. Drinkdən sonra məsələn burada drink verir. Başlanğıc forma olmalı. Bəli. Birinci, deməli, qaydalı feillərin keçmiş zamanı verb idi, yəni feilin sonuna idi artırmaqla ya da kökdən dəyişib feilin ikinci forması. Məsələn, kitabların, dərsliklərin sonunda əzbərləyir ya, bayaqki feilimiz məsələn, byte birinci forma, bit ikinci forması, bitin verb onun üçüncü forması. Yaxud spend, spent, spent, D-ya çevrilir. Keçmiş zamanı sualında nə keçəcək dönəm? Did keçəcək və bu zaman nə baş verir Sadiq? Feil birinci formasına qayıdır. Yaxud qaydalıdırsa, idisi düşəcəkdir. Keçmiş zaman zərfləri hansılar idi? Mən dəqiq zamanında 1921-ci ildə. Bəli, in my youth, gəncliyimdə. Bəli. Sonra deyin görək. Heç kim diqqət eləməyib yəqin. Orada does var, feilin S-i düşməli idi, D variantı. Does-la sual verəndə feilin S-i düşməli idi, E variantı səhv. Sonra usually, ikinci tərəfdə yesterday. Yesterday keçmişdi, ikinci tərəfi keçmiş olanlar saxlayıram. D gedir, E gedir, A gedir. Birinci tərəfdə də usually indidir, adətən deyir. İndiki zaman C variantı. B götürə bilmirəm, çünki verb ing gəlibsə bu davam edicidir. C variantı. 51-də yenə usually gəlibdir. Last week gəlib. İkinci tərəfi keçmişdi. A gedir, D gedir, E gedir. Usually-də indiki zamandır. İndiki zamanda C variantı olacaqdır. B variantı davam edicidir. ING varsa bu davam edicidir. Davam edici də nədir? Göz önündə davam etməkdə olan hərəkətdir. Bu adətən deyir axı. In the morning, yesterday. Yesterday keçmiş zamandır. Keçmiş zaman ya verb 1'dir, 2 kökdən dəyişməsi ya da verb 7'dir. Burada da baxıram A gələcəkdir, D bitmişdir, E davam edicidir, B ilə C-də qaldı. İkinci forması, yəni keçmiş zamanı hansıdır? Bax, B ilə C variantı arasında qalmışam, Sadiq. Keçmiş forması hansıdır tapmaqdan ötürü will'i atıram. Will'in yanında qalan deməli indiki zamandır. B variantı görsən indiki zamandır. Deməli olur C variantı. 57-də set keçmiş zamandır. Deyirəm baş cümlə keçmiş zamandırsa, budaq cümlə də keçmişlə bağlı olmalıdır. Tomorrow da veribdir. Tomorrow nədir? Sabah deməkdir. Amma gələcəyi də keçmişlə uzlaşdırmalıyam. Olacaq keçmişə nəzərən gələcək zaman D variantı. C-də fikir vermişəm. Yəqin A götürmüsən. Başa düşdünüz? 57-ni başa düşdünüz? 58. Soon nə deməkdir? Hansı zamandır? Tezliklə deyirəm. Gələcək zaman B variantı. Qorxma. Sonra tomorrow hansı zamandır? Gələcək zaman hansıdır? A variantı. Will be posted, yəni bu məchul növdür. Gələcək zaman məchulu. Sonra 68-dən. Ayşədən başqa səhv olan yoxdur, heç kim dilləmir. Usually, yesterday, yenə ikinci tərəfi keçmişdi. A gedir, C gedir, D gedir, E gedir. Qalır B ilə C variantı. Usually, indiki zamanda C variantı. 70-də. Heç kim baxmayıbdı yəqin. Elə yesterday götürüb idi götürüb. Didn't veribdirsə, bəli, idisi düşməli idi. C variantı.
75. 75-də next gələcək zamandır. Shall olacaq A variantı. 76. 76 next month gələcək zamandır. Shall be D variantı. 80. Düz demədik 76-da. Shall. Bir saniyə. Biz nə dedik 76-da? Biz heç A-ya baxmadıq. Fidan deyir. A variantı. D olmaz axı. D A ilə V-dədir. Heç varianta baxmıram. Mübtədaya baxmamışam heç. Kim deyir? Kömək istəmədim. Ah, bəli. Bizə təzə qaydanı qoyduqlar da mənim şəhər çıxaracaqlar. O, rəsmi sənədlərdə işlənir. Amma indi diqqət olunmur da, siz yadınızda saxlayın ki, A ilə V-də shall olar. Yəni will də işlənə bilər. O formada yadınızda saxlayın. İndi bəzisi ona əməl eləyir, bəzisi eləmir. Ona görə iki formanı da yadınızda saxlayın ki, bəli, A ilə V-də will də görə bilərsiniz. Yəni danışıqda ümumiyyətlə diqqət olunmur, will-dir hamısında. Amma yenə də siz diqqət eləyin ki, A ilə V-də shall olacaqdır, yerdə qalan bütün şəxslərdə will olacaqdır. Sonra 80. Orada mən ipucu gördüm. And. Andin hər iki tərəfi eyni zaman olmalıdır. Hansıdır hər iki tərəf? B variantı, bəli. Ardıcıl hərəkətlərdir. Qız deyir, sağ ol dedi və partini tərk etdi. Hərəkət ardıcıldır. 84. Yenə də 2 days ago. Baxın orada. 2 days ago. Ago əvvəldir, keçmiş zamandır. Keçmiş zaman ya verb ididir, ya da kökdən dəyişmək. B variantı. Digər variantlar uyğun gəlmir. Axı C ilə D variantı bitmişdir. A gələcəkdir. E-də də S var, indikidir. B variantı. 88. While gördüm. While'dan sonra were gördüm. Keçmiş. Keçmiş hansı zamanla uzlaşar? Keçmişlə. A ilə C-nin arasında qaldım. Didlə sual vermişəmsə took yox, take olar. A variantı. 94. 94-də görürəm ki, had coffee veribdir. Keçmiş zamandır. Deməli, mən keçmişlə uzlaşdıracağım. A variantıdır, bəli. Səhvdir çünki. Nə yazmısan? Had yox, have olmalıydı. Didlə sual verirəmsə, feili artıq keçmişliyini itirir. Qayıdır başlanğıc formasına. 96. 96-da yesterday veribdir. Yesterday, keçmiş zaman. Keçmiş zamanda, hə? Eydi də, bəli. Çaşası variant yoxdur axı. Bəzən çaşır uşaq C variantı yox. O had üstəgəl participle to-dursa, o keçmiş bitmiş zamandır. Yesterday sadə keçmiş zamandır. 98-də 5 times a week, once, twice. Bunlar nə idi? 5 times. Həftədə 5 dəfə. Bu indiki zamandır. Son da oğul övladı. He, kişi cinsi. B variantı. He, she, it xəbərin sonunda SES istəyir indiki zaman. Feilin sonunda. Tunar, heç səhvini demədin.